بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على عبده ورسوله محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. En birinci Allah hamdolsun ki Allah Teala müvəffəq elədi. Yenə qardaşlarla görüşmək və nəsə öyrənmək, nəsə qulaq asmaq. Çünki bu da Allah Teala'nın bizə olan böyük nemətlərindən biridir. Təbii ki, şəriət kamildir. Necə hamı Allah Teala'nın bu ayəsini bilir ki, və əksəriyyət bilir ki, Allah Teala buyurur ki, "Əl-yevmə əkməltu lekum dinakum." Bugün sizin dininizi tamamladım və etmemtu aleykum neməti və neməti sizə tamamladım. Və radiytu lekum İslamə dinən, sizə də İslamı din olaraq razı qaldım. Bizim dinimiz, şəriətimiz kamildir. Və kamildir Quran və sünnə ilə. Quran və sünnə dindir və dinin məsləridir. Və Quransız, sünnəsiz din yoxdur. Quran və sünnə İslam dininin iki əzəmətli məslərindən sayılır. Təbii ki, çox insanlar bu məsələlərə müdaxilə eləmək istəyirlər. Allah istəyirlər ki, müdaxilə eləsinlər Quran və sünnəyə. Təbii ki, Quran-ı Kərimə müdaxilə edə bilmirlər çox. Hücum edirlər sünnəyə. Və sünnədə vəhidir. İkinci vəhidir. Quran da vəhidir, sünnə də vəhidir. Və istəyirik bugün toxunaq ki, sünnə vəhidir. Təbii ki, Quran və sünnənin vəhi olmasına Qurandan və sünnədən dəlillər çoxdur. Lakin biz bugün Qurandan dəlillər deyəcəyik ki, sünnə vəhidir. Və bugün insanlar çıxır insanlara şübhələr atırlar ki, sünnə lazım deyil. Sünnə necə lazım deyil? Quran bəsdir. İndi baxaq görək, Quran bəsdir yoxsa bəs deyil. Sünnə lazımdır yoxsa lazım deyil. Ən birinci bilmək lazımdır ki, kitabın Peyğəmbər sallallahu aleyhi və səlləmə enməsi bu dəlildir ki, bu işarədir ki, bu göstərir ki, sünnə lazımdır. Yəni, Allah Teala kitabı insana nazil edib. İnsanlar içərisindən birinə nazil edib. İnsana nazil olması insanlara bəyan etsin deyədir. Çünki o insanlar içərisində savadlısı var, savadsızlığı var. Ağıllar müxtəlifdir, hərə bir cür başa düşür. Aydındır, gəlirdilər kimə nazil olub onun yanına. O deyirdi ki, məsələn, bu ayə buna aiddir, bu ayə bu məsələyə aiddir. Yəni, Quranın nazil olması tədricən hadisələrə uyğundur. Bu dəlildir ki, sünnə lazımdır, hədis lazımdır. Elə belə başa düşülməsi lazım, gərəklidirsə 23 il lazım deyildir. Elə birbaşa inərdi kitab kimi. Allah qadirdir, necə Allah Teala dünya səmasında Quran-ı Kərimi lövh-i məhfuzdan indirdi Qədr gecəsində, kitab halında. Oradan Cəbrail getdi, Allahın icazəsi ilə və Allahın ona deməsi ilə get filan ayəni gətir, Muhammed sallallahu aleyhi ve sellem'in qəlbinə, o gəlib götürürdü oradan. Yəni Allah Teala qadir idi ki, o kitabı birdən nazil eləsin, izaha da ehtiyac yoxdur da, hamı başa düşəcək. Yox. Tədricən nazil olması Quranın görsənir ki, Quran-ı Kərimin izaha ehtiyacı var. Və Quran-ı Kərimi də ən yaxşı bilən insanlar içərisindən
Muhammed sallallahu aleyhi ve sellem idi. Çünkü ona nazil olmuştu. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki Necm suresinde وَمَا يَنْتِقُ عَنِ الْهَوَى O havadan danışmır. İn huve illa vahyun yuha. Yalnız ona olan vəhiydən başqa. Kur'an Ərəbcə nazil olur. Allah dedi ki, Kur'an Arabi, Ərəbcə olan Kur'an. İnna enzelnahu Kur'anen Arabiyyə. Biz Ərəbcə nazil etdik Kur'an'a. Leallekum təqilun. Bəlkə başa düşürüz. Bilisanin Arabiyyin mubin. Açıq, aydın Ərəb dilində. Yəni Kur'an-ı Kerim nazil olub Ərəb dilində. Və Ərəb dili qrammatikası var. Ərəb dilinin qaydaları var. Yəni sən necə gəldi danışa bilmərsən, necə gəldi başa düşə bilmərsən. Aydındır. Allah deyir ki, وَمَا يَنْتِقُ Danışmır. Və burada qeyri-müəyyənlikdə gəlib. Ərəb dili qrammatikasında bir şey qeyri-müəyyənlikdə gələndə xüsusiliyi deyil, umumiliyi qəsd edir. وَمَا يَنْتِقُ عَنِ الْهَوَى O havasından danışmır. İn huve illa vahyun yuha. Yalnız ona olan vəhiydən başqa. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem Kur'an'dan qeyri danışır. İn huve illa vahyun yuha. Bu ona edilən vəhidir. Aydındır. İndi deyəcəklər ki, bizi ərəbləşdirirlər. Nə bilim, yox, mən Azərbaycanı Ərəbistandan çox istəyirəm. Tabiyən başçısına, hansı ki Allah Teala onu bizim üzərimizdə başçı olaraq təyin edib. Ərəbistan başçısına yox. Torpağımı da Ərəbistandan çox sevirəm. Xalqımı da onlardan çox sevirəm, bir xalq kimi. Təbii ki, müsəlmanlar üçün çox istəyirik. Müsəlmanı sevir. Vəssalam. Söhbət ərəb dilindən gedir. Söhbət ondan gedir ki, Allah bu kitabı bu dildə nazil edir. Əgər sən bu kitabdan danışmaq istəyirsənsə, birinci bunun dilin bilməlisən. Sən bunun dilin bilmədən və ya naqis bilə-bilə necə Allah Teala'nın kəlamına müdaxilə edə bilərsən, bu sənə icazəli deyil. Başqa dillərdə belə eləyəsən. Sənə icazəli deyil. Sənə olmaz belə şey eləmək. Sənə qəbul eləməzlər. Sənə razı olmazlar. Sənə qovarlar. Sənə cahil adlandırarlar. Sən necə cürət edib Allahın kitabına bilmədən müdaxilə edirsən. Və bu münasibətdə qeyd eləmək istəyirəm ki, hədisi inkar edənlər və sünnə lazım deyil deyənlər, onlar əllərində tutub mushaf oxuyurlar. Hansı ki o mushaf hərəkələrdən, hərflərin üzərində nöqtələrdən ibarətdir. Onlar hamısı sünnə ilə gəlir. Əsərlə gəlir. Rəvayətlərlə gəlir. Yəni Qur'an fəthə ilə, kəsra ilə, qafın üstündə 2 nöqtə ilə, təyin üstündə 2 nöqtə ilə, bəyin altında 1 nöqtə ilə, onun üstündə 1 nöqtə ilə nazil olmuyor. Nöqtəsiz nazil olur. Onlar onu oxuya bilirlər. Sonra Rumlar, Farslar, qeyri ərəblər İslam'a daxil olub. Qur'an hərəkələnib. Sən oxuduğun hərəkələr var, o əsərlə gəlir. Biri sən kimlərin əsəri ilə? Onlar ki, hədis rivayət edib. Özü hərəkə ilə oxuya bilmir. Bu heç qoyaq qırağa. Görəsən, əsl nazil olmuş Qur'an oxuya bilər o. Oxuya bilməz. Hansı ki, sahabələr nazil olmuşdur Qur'an. O ki, onu hıqqıldıya oxuyur. Orada nə fəthə var idi, nə dəmmə, nə şəddə, nə sükun, nə məddər var idi. Uzatmalar 2, 4, 6. Hansı ki, indi əlində tutub oxuyur Qur'an-ı Kerim. O qoyulan hərəkələr falan var. Onlar hamısı əsərlərlə gəlir. Kimlərin əsərləri ilə? Sahabələrin, tabeyinlərin, ətba tabeyinlərin. Və oxuduğu qirayət var.
O necə gəlib çatıb sənə? Ona görə onlar ki, əsərləri inkar edirlər. Ona görə Quran-ı Kərimi oxumasınlar. Çünki onların hərəkələri, üzərində nöqtə gərəkən hərfləri hamısı sonra qoyulur. Aydındır, kimlər qoyub? Kimlər ki, sünnəni qəbul edib olar. Kimlər ki, hədisi qəbul edib və onu rəvayət edib olar. Onlar Qurana xidmət edib, sən nəfsinə. Onlar Qurana xidmət ediblər. Allahın kitabına xidmət ediblər onlar. Sən Allah bilir kimə xidmət edirsən. Kimsən Allah bilir. Sən bu vəziyyətdə durub Allahın kitabından danışsan. Yəni, eyib deyil sən üçün. Vallahi bu eyibdir. Yaxşı olar ki, gedib öz işinlə məşğul olsun. Məsələn, dəmirçisən, get dəmirçidir. Ustasan, get usta olar. Tacirsən, get ticarət olar. Jurnalistsən, get jurnalist olar. Nə işin sahibisən, get ora. Yox, qalxırsan Allahın kitabından danışmağa, əhlən, marhaba, danış. Amma öyrən sonra. Ona görə o kəs ki, Allah Teala'nın kitabını haqqı ilə öyrənməyə qalxsa, o heç və hədis inkar edilməz. Kimlər də Allah Teala'nın göndərdiyi Rasulun sünnətini inkar edənlər, onlar Allahın kitabını haqqı ilə öyrənməyə başlamayanlardır. Haqqı ilə oturub hərfləri, çıxış məxrəclərini hamısını oturub öyrənsə görə ki, sünnə vəhidir. Çünki bunu bizə rəvayət edən kişilər var, qiraətlər var, rəvayətlər var. Bunlar hardan gəlibsən? 14 əsr necə tapırsan bir rəvayətləri, bu qiraətləri? Əgər insan miskindir. Ona görə hətta oxuduqları mushaf, əllərində tutduqları mushaf onlara haramdır. Sən əlində mushaf tutmusan, qafın üstündə 2 nöqtə var. Kim qoyub 2 nöqtəni? Kim qoyub o 2 nöqtəni? Allah hələ nazirləmir. Sən də rivayətləri inkar edirsən. Sən haradan bildin ki, qafın üstündəki nöqtə kimlədir? Bəlkə altındadır. Və s. və axır. Aydındır. Allah Resulü sallallahu aleyhi ve sellem bu arada Allah Teala buyurur ki وَمَا يَنْتِقُ عَنِ الْهَوَى O havasından heç də danışmır. اِنْ هُوَ اِلَّا وَحْيُ يُوهَا O yalnız ona edilən vəhyi danışır. Və vəhiy 2 növdür. Kur'an və sünnə. Amma Kur'an qirayəti ilə, tilavəti ilə, mənası ilə və ləfsi ilə Allah'tandır. Amma sünnə ləfs Muhammed sallallahu aleyhi və səlləmindir. Kəlam, amma məna Allah'tandır. Ona görə sən hədisi mənaza deyə bilərsən, amma Kur'an'ın mənaza deyə bilmərsən. Deyəmərsən ki, deyəsən ayə belədir. İn huvə vəhyun uhiyə ileyhi. Belə deyə bilərsən. O bir vəhiydi, ona vəhiy olunmuşdur. Bu da ərəbcə yarayır. İn huvə illə vəhyun uhiyə ileyhi. Bu da ərəbcə bir sözdür. Amma belə deyəmərsən. Bu onun mənasıdır. Deyəmərsən, in huvə illə vəhyun yuhə. Necə Allah deyib belə? Çünki Allahın kəlamıdır. Amma ikisi də vəhidir. Nədir dəlil ki, Kur'an vəhidir və sünnə vəhidir xüsusən? Allah Subhanahu Kur'an-ı Kerimdə Təhrim surəsinin 3-cü ayəsində buyurur. Təhrim surəsinin 3-cü ayəsi dəlillərdəndir, dəlillərimiz çoxdur. Bəzi alimlər deyir ki, 200-dən çox dəlil var ki, sünnə vəhidir. Kur'an-ı Kerimdə dəlil var, 200-dən çox. Allah Teala buyurur ki, وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا O zaman ki, Muhammed sallallahu aleyhi ve sellem bəzi həyat yoldaşlarına sir verdi. Təhrim surəsi 3-cü ayə. وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللّٰهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ
O zaman ki Allah o xəbəri, yəni o zaman ki o Peyğəmbərin həyat yoldaşlarından bəziləri o xəbəri öz aralarına danışdılar. Allah Resulü sallallahu aleyhi ve sellem həyat yoldaşlarına sir verdi. Onlar isə o sirri öz aralarına danışdılar. Allah da onu Peyğəmbər sallallahu aleyhi ve sellem öyrətdi. Nədir? Allah təala buyurur ki, فَلَمَّا نَبَّأَهَا بِهِ O vaxt ki Peyğəmbər sallallahu aleyhi ve sellem onlar bu sirrin üstünü açmağını qadınlarına xəbər verəndə qalət, qadınlardan biri dedi ki, mən ənbəəkə hədə, bu xəbəri sənə kim verdi? Bu xəbəri sənə kim verdi? Qalə, dedi ki, nəbbəəniyəl alimul xabir. Hər şeyi bilən və xəbərdar olan mənə xəbər verdi. Quranda xəbər verməyib, sünnədə. Bu hadisə sünnədədir. Allah deyir ki, qadın soruşur ki, kim sənə xəbər verib bu xəbəri? Deyir ki, Allah mənə xəbər verdi. Quranda hanı o xəbər? Aydındır? Sünnə ilə xəbər vermişdir. Və sünnə vəhiy. Deyir ki, alim və xəbərdar olan mənə xəbər verdi. Yəni Allah subhanət hala. Alləmə ənbəəniyəl alimul xabir. Elm sahibi və bilən mənə xəbər verdi. Quranda harada o xəbər? Yoxdur. Amma sünnədədir. Deməli, sünnədə xəbərdir, vəhidir. Rasul zövcələrinə sir deyir. Və onlardan bəziləri buna danışır. Allah onlar bu sirri danışmağa barədə Peyğəmbərə xəbər verir. Vəhi ilə. Cəbrail vasitəsilə. O zaman ki, o zövcələrinə deyəndə bunu, deyirlər ki, sənə kim dedi bunu? Deyir Allah. Nə ilə? Sünnə ilə. Hədislə. Aydındır? Hədis dəlildir. Ayə dəlildir ki, hədis vəhidir. Allah təala buyurur ki, qul, de ki, qalə nəbbəəniyəl alimul xabir. De ki, elmli və xəbərdar olan mənə xəbər verdi. Ona görə sünnə xəbərdir Allahdan, vəhidir. Və sünnənin qorunması, Qur'an-ı Kərimin qorunmasından biraz fərqlənir. Nə mənada? Burada sənəd var, ravilər var və hədislərin içərisində həsən dərəcəli hədislər var, səhih dərəcəli hədislər var, zəif dərəcəli hədislər var. Bunun təyini isə o işin əhli olan alimlərə baxılır. Onlar bilirlər. Zəiflər, səhihlər nədir? Allah Resulü sallallahu aleyhi ve sellem sünnəni danışır. Əgər bunlar deyirsə, sünnə lazım deyil və sünnəni din adına danışır Peyğəmbər sallallahu aleyhi ve sellem. Allah təala buyurur ki, وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ O bizim adımızdan yalanlar danışsaydı. وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ Biz onu sağ tərəfindən tutarıq. ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينِ Sonra onun şax damağını dartıb çıxarlarıq. Allah təala sonra buyurur ki, فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ Sizdə heç kim mani ola bilməzdir. Allah Resulü sallallahu aleyhi ve sellem ne danışırsa Allah'ın adına doğru danışır. Aydındır, eğer o yalan danışsaydı لَأَخَذْنَا مِنْهُمْ بِالْيَمِينِ Onun sağ tərəfindən tutardı ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ Sonra şah damağını dartıb çıxarlardı. Allah deyir ki, sizdən heç kim mani ola bilməzdir. Göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem din adına danışır. Aydındır. Allah adına danışır. Və Allah adına vuruşur. Dəvət eləyir. Və bu kəlamlar yazılır. Və bəzilər deyir ki, hədis yazılmırdı Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında. Yazılırdı. Peyğəmbər sallallahu aleyhi ve sellemin Herakla məktubu yazırdılar. Hudeybiyyə sülhü yazırdılar. Aydındır. Peyğəmbər sallallahu aleyhi ve sellem məliklərə
xitab eləyirdi, məktublar göndərirdi, bunlar yazılırdı. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem bir ara dedi ki, yazmayın. Səbəb də oldu ki, Qurana qarışmasın. Sonra icazə verdi. Amr ibn As gəldi ki, ya Rasulullah yazıram. Dedi, yaz, bu ağızdan ancaq haqq çıxır. Və həmçinin onlar ki, deyir ki, Quran bəsdir və bir ayə gətirirlər və bu ayə ilə də Allah Teala yalanlayırlar. Amma ayəni gətirirlər ki, Quran bəsdir. Allah Teala buyurur ki, وَمَا مِنْ دَبَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ. Elə bir yer üzərində gəzən və elə bir uçan quş yoxdur ki, onlar da sizin kimi bir tayfadırlar, cemaatdırlar. Onlar da bir toplumdular. مَا فَرَّتْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ. Kitabda heç nəyi əks et, yəni heç nəyi yaddan çıxarmadıq. Onlar ki, deyirlər ki, Quran bəsdir, bu ayəni gətirirlər. Bu ayə görsənən budur ki, ayənin axışından söhbət gedir lövh-ü məhfuzdan. Allah deyir ki, yerdə gəzən hər bir, göydə uçan hər bir canlı, sizin kimi bir ümmətlərdir, kitabda heç nəyi unutmadıq, buraxmadıq. Yəni, lövh-ü məhfuzdan. Bunlar deyirlər ki, Qurana aiddir. Yaxşı, Qurana aiddir. Mə farratnə fi kitabi min şey. Allah kitabda heç nəyi yaddan çıxarmayıb. Allah Subhanahu taala buyurur ki, Quran-ı Kərimdə Xuz min əmvalihim sədəqa. Onların malından sədəqə götür. Tutahhirhum. Onları təmizləyəsən o sədəqə ilə. Başqa bir ayədə deyir ki, وَالَّذِينَ o imkanlılar ki, fi əmvalihim mallarında haqqun məlum. Məlum olan bir haqq var. Məlum olan bir dəyər var. Lissəili və məhrum. Ehtiyaclıya və ruzidən məhrum olana. Yəni, onların payı var, onların malında. Allah deyir, haqqun məlum. Məlum olan bir haqq. Haradadır Quranda o məlum olan bir haqq? Nədə nə qədərdir? Dəvədə nə qədərdir? Qoyunda nə qədərdir? İnəkdə nə qədərdir? Qızılda nə qədərdir? Meyvələrdə nə qədərdir? Allah deyir ki, mə fərratnə fil kitəbi min şey. Biz kitabda heç nə yaddan çıxartmadıq. Allahın adı yalanlar. Yaddan çıxartmışsa hamımız. Birinci ayə lövh-ü məhfuza aiddir. Lap bəzi təfsirlərdə, bəzi təfsir alimləri bunu Quran-ı Kərim kimi də təfsir eləsələr, söhbət burada gedir ki, Allah heç bir şeyin əslini kitabda unutmayıb, hər şeyin əslini danışır. Əsasın. Amma izahı və bəyanı buraxıb Peyğəmbər sallallahu aleyhi ve sellem. Necə məsələn, misal çəkdi, haqqun məlum, məlum olan haqq var. Lissəil və məhrum, sual verib istəyənə, soruşana, ehtiyaclıya və puldan məhrum olana, ruzidən məhrum olana. Nə qədərdir? Allah deyir, haqqun məlum. Məlum haqdır. Məlum haqdırsa, hanı o məlum haqq? Nə qədərdir? Məsələn, buğda nə qədərdir? Arpa nə qədərdir? Allah da deyir ki, onların malından götür, nə qədər götürsün? Hakim, zəkat yığmaq üçün adamlar təyin eləməlidir. Onlar gedib mal sahiblərindən götürməlidirlər. Təbii ki, birinci deməlidirlər ki, malımızın zəkatını verin. Əgər onlar verməsələr, o zaman onlar götürməlidirlər o. Hakimin əmri ilə nə qədər götürsün? Allah deyir ki, haqqun məlum, məlum bir haqq var. Bu məlum haqqı kim izah edib? Nə izah edib? Sünnə. Aydındır? Sünnə izah edib. Və Quran-ı Kərimdə sünnəni inkar eləyənlər, daha doğrusu sünnəni inkar eləyənlər, onlar deyirlər ki, Quran-ı Kərimdə, daha doğrusu sünnədə elə hədislər var ki, ağla çatmır, ağıl kəsmir, ağlımız kəsmir, başa düşmürük, bu nə hədisdir? Təbii ki, sünnə inkar eləyənlərin hamısı eyni deyil. Lakin bəziləri deyir ki, elə hədislər var ki, ağla ziddir.
Elə ayələr var ki, o da ağla ziddir. Elə ayələr var ki, o da ağla ziddir. Allah Teala buyurur ki, Allah Teala Quran-Kərimdə buyurur ki, Huvəl-ləzi ənzələ aleykel kitab. O Allah sənə üzərində kitab nazil etdi. Minhə əyatun muhkəmət. O kitabın içində açıq-aşkar möhkəm ayələr var. Və uxarı mütəşəbbihət. Bəzi ayələr isə mütəşəbbihdir, yəni qarışıqdır, mənası qarışıqdır. Belə də başa düşünüyorlar, belə də. Quranda mütəşəbbih ayələr var, hamısı möhkəm deyil ki. Və sonra Allah Teala buyurur ki, فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ. Onlar ki, qəlblərində xəstəlik var. يَتَّبِعُونَ مَا تَشَبَّهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِ. Onlar fitnə eləmək üçün, fəsad törətmək üçün o ayələrə, o mütəşəbih ayələrə mənası aydındır, hər kəsə bəlli olmayan, hər kəsin ağlı kəsməyən ayələrə tabi olanlar fitnə eləmək üçün. Allah sonra deyir ki, وَمَا يَعْلَمُ تَعْوِيلَهُ إِلَّا اللّٰهِ. Onun təvilini Allah'tan başqa heç kim bilmir. وَالرَّاسِخُونَ فِي الْعِلْمِ. Və elmdə məhkəm olanlar. Kimdir onlar elmdə məhkəm olanlar? Allah Teala buyurur ki, وَمَا يَعْلَمُ تَعْوِيلَهُ إِلَّا اللّٰهِ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ. Onun təvilini Allah'tan başqa heç kim bilmir. Və həmçə elmdə rasix olanlar, güclü olanlar. Kimdir elmdə rasix olanlar? Elm əhli. Elm əhli də kimdir? Başqa sahabələrdən. Onlar da sünnəni qəbul edir. Allah Teala Quran-Kərimdə buyurur ki, kim Rasuldan üz döndərib möminlərdən qeyrisini yolunu tutsa, وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى. Kim Rasuldan üz döndərsə, ona haqq bəyan olandan sonra və möminlərdən qeyrisinin yolunu tutsa, نُوَلِّهِ مَا تَوَلَّى. Onu yönəldiyi yerə yönəldərək və nuslihi cəhənnəm və səid masira. O pis yerə getdiyi yer cəhənnəmdir. Allah deyir ki, Peyğəmbərin yolu və möminlərin yolu. Kimdir möminlər? Məsələn, Quran nazil oldu. Möminlər kim idi? Sahabələr. Var idi, deyən ki, sahabə hədis lazım deyil. Yox idi. Və həmçinin Allah Teala buyurur ki, bilmədiklərinizi alimlərdən soruşun. Kimdir alimlər? Məsələn, sahabələrin vaxtında alimlər kim idi? Fəsəlu əhlə zikrin kuntum la ta'lamun. Bilməsəniz gedin alimlərdən soruşun. Kim idi alimlər? Mütləq hədis lazımdır. Dönmək lazımdır. Əgər bir şeydə ixtilaf etsəniz, onu Allaha və Rasuluna qaytarın. Allaha və Rasuluna. Allaha da qaytar, Rasuluna da. Bunlar deyir ki, Allaha qaytar, Rasuluna qaytar, deyil, Allaha qaytar deməkdir. Yəni, Allaha qaytar, Allaha qaytar. Heç bir dildə belə üslub yoxdur. Ona görə mən deyəndə ki, ərəb dilini bilməyən insan cahildir, bu adam. Allaha qaytar, Allaha qaytar. Faradduhu ilallahi və Rasul, yəni Rasul yəni Allah mənasında. Allah deyir, sən öləcəksən ey Rasul. Onlar da öləcəklər. Yəni Allah da öləcək. Rasul Allah'sı. Rasul ayrıdır. Muhammedun Rasulullah. Muhammed Allah'ın Rasuludur. Və mə Muhammedun illə Rasulun qad xalət min qablihi Rusul. Muhammed Rasuldur. Ondan qabaq da Rasulullah gəlib getmişdir. Muhammedun Rasulullah vəllədiyinə məhu əşiddəyə kufar ruhəmə beynəhum. Muhammed Allah'ın Rasuludur. Onun yanında olanlar müminlərə qarşı mərhəmətli, kafirlərə qarşı şiddətlidirlər və s. və l. Rasul ayrıdır, Allah ayrıdır. Ati'ullah və ati'ur Rasul. Allaha tabi olun və Rasuluna tabi olun. Allaha tabi olun, Allaha tabi olun. Böyle deyir. Allah, Rasul Allah'ın bəyanıdır. Yəni ona atfı bəyan deyir. Ərəb dilində belə bir şey var. Burada vav o deyil, atfı bəyan deyil. Özü də bilmir atfı bəyan nədir. Oradan eşli tüşlərdən danışır. Orada vavul müğayəradır. Vavul müğayərə, yəni vavdan sonra gələn söz özündən qabaq gələn sözdən ayrıdır. Müğayərə, qeyri sözdür. Allah və Rasul. Aydındır? Bu da iki şeydir. Bəyan edir. Allah və Allaha tabi olun.
kitabı və hikməti. Allah deyir ki, onlar kitabı və hikməti öyrədirdilər. Ümmət izmir ki, hikmət sünnədir. Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür. Deyir, Allah təala deyir ki, kitabı və kitabı öyrədirdilər. Yəni, mən həmişə deyirəm, məşləğalıq deyirlər, niyə deyirsən? Məşləğalıqdır baydır adamlar. Bunların başları yaxşı işlənir. Aydındır, sünnə vəhidir. Quran dəlildir ki, sünnə vəhidir. Quran özü dəlildir ki, sünnə vəhidir. Ağıl dəlildir ki, sünnə vəhidir. Fitrət dəlildir ki, sünnə vəhidir. İcma dəlildir ki, sünnə vəhidir. Və sünnə vəhi deyil demək, sahabələrdən bəriyə İslam alimlərini səfihlikdə ittiham eləməkdir. Aydındır? Onlar hamısı sünnəyə xidmət edirlər. Allahın dininə və Rasulü sallallahu əleyhi və səlləm sünnətinə. Qoruyublar, yaşayıblar və yaşadıblar və ötürüblər. Bayaq qeyd etdiyim kimi adam Quran-ı Kərimi oxuyur, hərəkələrlə, hərflərlə, hərflərin üzərindəki nöqtələrlə tanıyır. Miskin bilmir ki, Quran nöqtələrlə və hərəkələrlə nazil olmayıb. Əksinə onu sahabələrin dövründən, ta axır sahabələrin dövründən sonra İslama qeyri-müsəlmanların, qeyri-ərəblərin daha doğrusu daxil olduğu zamandan sonra sahabələrin iştihadı ilə qoyublar. Sonra niyə bunu qəbul edirsən ki? Qəbul eləmə. Ona görə insan gərək bildiyi şeyi danışsın, bilmədiyi şeyi sakit dursun. Bu onun üçün ən yaxşıdır. Danışıb özün də yavır eləməsin. Allah kömək olsun. Allah razı olsun, mövzu ilə bağlı kim nəsə soruşmaqsa soruşa bilər. Sən sünnə vəhidir, sünnə lazımdır, belə. Kim var, sual verirlər.